Salam qızlar. Bu gün mən qızılgül formasında özbək mantısı hazırlayıram. Bunun üçün qiymə götürürəm. Qiyməmizin üzərinə südkəcdən soğan kəsib qatıram. Qiyməmizin üzərinə duz, istiot, keşniş və şüyüddən istifadə eləmişəm və bura yarım stakan su əlavə edib yaxşı-yaxşı qarışdırıram. Suyu da ona görə əlavə edirəm ki, biraz yumşaq alınsın. Kim yağlı yemək xoşlayırsa, bura kərə yağı da qatmaq olar. Bizim ailədə yağlı yemək çox sevmədiyimiz üçün mən ətə yağ qatmıram. Çünki sonra qovuranda yağda qovuracam ərzaqları. 2 soğan doğrayıram. 1 bolqar bibəri xırda-xırda doğrayıram. Və burdan bir kökdən istifadə eləmişəm. Kökümüzü də rəndədən keçiririk və xəmiri yayıram. Bu xəmiri mən bundan əvvəlki videoda yerləşdirəcəm. Xəmirə nə əlavə eləmişəm və xəmirə nə istifadə eləmişəm, xəmiri necə hazırlamışam. Xəmirin reseptin bu videodan əvvəl yerləşdirəcəm. Kim istəyərsə, keçib o videoya baxıb orada bu xəmirdən hazırlaya bilər. Ola bilər öz versiyanız var, öz versiyanızda hazırlaya bilərsiniz. Xəmirimizi yayırıq, belə dairəciklər kəsirik. Bu dairəcikləri əgər formanız yoxdursa, stakan vasitəsilə də kəsə bilərsiniz. Və hazırladığımız ətimizi bu şəkildə bunun üzərinə yerləşdiririk. Ortasında qalır bunun. Qıraqları biraz boş qalır ki, bükəndə ət çox çölə çıxmasın. Və bükürük. Belə bir şəkildə gül formasında alınır. Əgər kim istəyərsə böyük olsun, onda bu dairələrin qədərini biraz artırırsınız. 4 yox, 5, 6 hardasa qoyursunuz və bükürsünüz. Onda sizin bükəcəyiniz qızılgül böyük olacaq. Və qazana və yaxud tavaya nə edə bişirəsinizsə, ora soğanımızı əlavə eləyib qovururuq. Üzərinə südkəcdən keçirdiyimiz kökü əlavə edib onu da yaxşı-yaxşı qovururuq və doğradığımız biber də əlavə edib onu da qovururuq. Duz tökürəm. İstiotdan istifadə eləyirəm və sarı kök əlavə eləmişəm. Siz öz sevdiyiniz ədviyyatları, hansı ədviyyatı sevirsiniz, onu bura qata bilərsiniz. Tomat götürmüşəm. Tomatın üzərinə hardasa 1-2 qaşıq su əlavə elədim. Qarışdırıb bura əlavə elədim. Və azacıq su tökürəm. Çox azacıq. Bu mantılarımızı biz bura düzəndə o biraz özü onların ağırlığından yəni ki, bulyonlu suyu qalxacaq üzərinə və düzürük. Hamısını düzəndən sonrasına bunun qapağını örtürük və vam xodda, kiçik xodda qapağını örtürük, yaxşı-yaxşı qaynadırıq və təmiz bişəndən sonrasına götürürük. İzlədiyinizə görə çox sağ olun.